tamam başqa aspektdən və çox dərindən mən gördüm ki, bu tədbir hazırlanıb və zahid mənim çox gözəl çıxış elədi. Və çox təşəkkür edirəm yəni bu tədbirə görə. Mən bizim qardaşımız Divan müəllim qeyd elədiyi kimi Çində idi. Çox sağ olsun Divan müəllim də həm kitabın yaradılmasında böyük zəhməti var, həm də bu tədbirin təşkilində mən demək olar ki, iştirak eləməmişəm. Bu tədbiri təşkil edən Divan müəllimdir. Çox sağ olun Divan müəllim. İndi isə mən bir balaca bu çıxışlardan sonra bəzi məsələlərə toxunacağım. Biz vaxtilə parlamentdə çox sağ olsunlar bizim deputatlarımız rəhmətli Qənirə xanım da var idi, sonra Lalə xanım, Jalə xanım Mədəniyyət Komitəsində onların da dəstəyi ilə Mədəniyyət Qanununun 37-ci maddəsini qəbul elədilər və o maddə deyir ki, Azərbaycan dövləti milli mətbəxi özünün tarixi milli irsi kimi qoruyur. Bu sözlər də rəhmətli Heydər Əliyevin 2000-ci ildə 3-cü minilliyin və 21-ci əsrin qarşılanması ilə bağlı tədbirlər planında, o sərəncamda ifadə olunmuşdu. Bizim də borcumuz idi ki, onun irsini qoruyub saxlayaq və o Heydər Əliyevin o milli irs sözü həmin qanunda öz əksini tapdı. Amma sonradan yenə də biz orada çalışırdıq, birinci dəfə müraciət elədik, göndərdik. Azərbaycan milli mətbəx və qidalanma haqqında qanunun qəbul olunması. Birinci dəfə müraciət elədik ki, bunu Rusiyanın milli qidalanma sağlamlıq konsepsiyası ilə bağlı parlament qəbul eləmişdi o vaxt orada. Orqanlar da yarandı. 1998-18-ci illər üçün davamlı oldu. Digər dövlətlər də bu konsepsiyanı qəbul elədilər. Təəssüf ki, biz qaldıq. Mən bu fürsətdən istifadə edirəm, çünki çox hörmətli Milli Məclis üzvləri buradadılar. Yəqin ki, bunun arxasınca getmək lazımdır. Sonra ikinci bir məsələ burada milli mətbəxin tədqiqatları ilə bağlıdır. Milli mətbəx yalnız folklor nümunəsi və yalnız ədəbi nümunə, tarixi nümunə deyil. Milli mətbəx hər tərəfli təhlil olunmalıdır. Əgər paxlava, şəkərbura kimindirsə, muğam onunkudur. Yerli xalq anlayışı. Bozbaş, bozartma kimindirsə, saz onundur. Çünki muğam ifa olunanda siz ət yeyə bilməyəcəksiniz. Getməyəcək. Bu kökdən, alt şuurdan gələn bir hadisədir. Xörəklərin adları dəyişə bilir. Ad məsələsi, məsələn, mən bugün bir dənə xörək yaradıram və Çömşə Fırlayan babayam da, Azərbaycan dilini dərindən bilmirəm, Fars dilindən ya Ərəb dilindən dilimizə gəlmiş bir sözdən ona ad qoyuram. 50 ildən sonra Ərəb durur, deyir ki, bu mənim xörəyimdir, çünki bu Ərəbcədir adı. Biz xörəyin identifikasiya, milli identifikasiyasını verən metodikanı verdik, qoyduq ortaya 9 elmi istiqamətdən. Bu verildi, ona görə çox istəyərdim ki, bu daha çox öz yerini tapsın və biz müraciət elədik. Bir xörək, məsələn, biz xəngəli götürsək və yaxud da bozartmanı hansını istəyirsiniz ki, mən tozlanam deyin, həmişə bu o tərəf xörəklərin adını daha çox çəkirəm, idmim ondan tutulub. Bir tarixçi alim deməlidir ki, bu xörək niyə yaranıb? Dilçi alim onun adının təhlilini verməlidir. Bir fizik alimi o pişirilən qazanda əmələ gələn istilik prosesləridir. Bir kimyaçı alim o tərkibinin dəyişməsini, həkim onun hansı xəstəlikdə lazım olduğunu, bir din xadimi onun dində olan yerini və s. müəyyənləşdirməlidir. Bunun üçün ayrıca tədqiqat bir mərkəzi mi, institut mu yaradılmalıdır və biz bu barədə də o vaxtda Qənirə xanıma müraciət elədik, bu dövlətə də müraciət olundu. Çünki müxtəlif tərəflərdən bu öyrənilməsə, bu mümkün deyil. Üçüncü tərəfi, mətbəx çox gözəl bir silahdır. Vaxtilə Milli Kulinariya Mərkəzi də o silah kimi yaradılmışdı və öz funksiyasını çox gözəl yerinə yetirirdi. Bu təbliğat vasitəsidir. Mən SSR Kulinariya Assosiasiyasının yaradıcılarından və təbliğat şöbəsinin rəisi olmuşum. Bundan çox ciddi istifadə oluna bilər və digər bir şey də deyim, bugünkü gün mətbəximiz aşınmaqdadır.
böyük sosioloq alim, Rus alimidir, Kozlov sosioloqdur. O yazır ki, millətlərin yoxa çıxması milli mətbəxin aşınmasından başlayır. Milli mətbəximizdə çox ciddi aşınmalar baş verir. Bu millətin yoxa çıxmasına, ola bilər daha yaxşı bir millət yaranaq və ya da daha pis, onu hələ tarix müəyyən eləyəcək, amma bu çox ciddi təsir göstərir. Ermənilərin qarşısına qoyulan faktlardan bizim tarixi mətbəximiz var. O tarixi mətbəx, biz İrəvan mətbəxini ortaya qoyduq, Naxçıvan mətbəxini yazıq qoyduq, Qarabağ mətbəxini qoyduq. Amma Dərbənd mətbəxi yolunu gözləyir, Gürcüstan Azərbaycanlılarının mətbəxi yolunu gözləyir, Qars mətbəximiz hələ yoxdur. Bizim tarixdə çox böyük dövlətçilik ənənələri olan xanlıqlarımızın və tutaq ki, Şamaxı xanlığının mətbəx kitabı ortada yoxdur. Bu təkcə reseptlər deyil, tarixdir, dildir. Hər şeylə bunun üstünə getmək vaxtıdır və hətta gecikirik. İndi isə bir balaca istəyirəm ki, kitaba qayıdam. Azərbaycanda mətbəx ümumiyyətlə dünyada 5 faktorun üstündə dayanır. Biz bunların elmi əsaslarını vermişik. Və Mikayanın başladığı çox böyük bir təbliğatın qarşısını da tam almışdıq və 32 ildə ermənilər dünyanın heç bir beynəlxalq tədbirinə qoşula bilmədilər. Nə elmi konferanslara, nə konqreslərə, nə yarışlara, heç bir yerə buraxılmadı. Və öz işimizi gördük. Amma indi vəziyyət ağırlaşıbdır, çünki Ermənistanda yaradılmış böyük bir portal 22-ci ilin dekabrında portal açıldı. Ermənistan Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyi tərəfindən idarə olunur portal. Orada artıq bizim 250 xörəyimiz oraya yerləşdirilib. Mən işdən çıxana kimi onlar ürək eləmirdilər, çünki dərhal cavab verilirdi və vurulurdu. 250 xörəyin yerləşdirilməsi çox böyük bir təhlükədir. Və onlar onu daha da getdikcə əsaslandırırlar. Keçən il oktyabrın 1-də, məncə 31-də Paşinyanın çox böyük bir çıxışı oldu və o milli mətbəxi, milli təhlükəsizlik strategiyasının əsasına qoydu. Və çox böyük maliyyələr ayrılıb və bu yaxınlarda iyul ayında artıq Ermənistanda çox böyük beynəlxalq mensublər filanlar dəvət olunmaqla biz bacardığımız qədər mane olduq, bəzi adamları dayandırdıq, amma böyük bir yola çıxılıbdı və o tədbir təəssüf ki, çox böyük bir şan şöhrətlə keçirildi. Və bunların qarşısında durmaq borcumuzdur. Azərbaycan mətbəxi də böyük mətbəxlər kimi 5 hissədən ibarətdir. Birinci, bu ədəbiyyatçılar, şairlər, yazarlar kimi təhsilli adamlar həmişə sarayda olurdu. Ona görə də aşpazlar da saraydaydı və bir çox şahzadələr özləri aşpaz olurdular və aşpazlığı öyrənirdilər. Bununla şərtlə bu dəb idi və mədəniyyətin böyük bir hissəsi idi. Ona görə də bizdə saray mətbəxi kitablarımız var və Rusiya arxivlərində bizim xanların mətbəx dəftərləri aparılıbdır. Buradan onu çıxarda bilmirik, onlar çıxarılıb, qayırılıb, öz yerini tutmalıdır. Və əlimizdə 5 qədim kitablarımız var. Şah İsmayıl Xətai dövründə işləyən saray aşpazımızın kitabı var, Bavərçinin. Deməli, Şah Abbas dövründə, Səfəvi dövründə işləyən 2 əlyazma əlimizdədir. Nurullah Ustanın və Halvayinin. Sonraki dövrlərdən də əlimizdə Qacarlar dövründə də 2 dənə kitab var hələlik. Axtarış davam edir, biz onları toplayırıq, amma bu kitabların üzərində işləmək, onları bərpa edib qoymaq. Məsələn, Nadir Mirzə Qacarın, Təbrizin valisi idi, arvadı da Bərdədən idi. Yazdığı Kardana kitabını biz çap elədik, qoyduq. Sonra üstündə 5 il işlədik ki, o reseptləri yerinə qoyaq, nüsxələri. Çünki onların texnoloji işlənməsi lazımdır və bu çox ağır bir prosesdir. Qramlar qoyulmalı. Çünki biz kitabı işləyəndə çox vaxt kitablarda xörəyin adı. Bax, əlimizdə yeni nüsxə var. İrəvan mətbəxinə aid. Adam yazır bozbaş ət xörəyi. Amma orada necə olub, nə tər olubdu, bunu ortaya qoymur. Bu kitab işləyəndə biz rast gəlirdik, biz bəhməz deyirik, başqa Bakıda doşab deyirlər. Sən demə, İrəvanda buna çox gözəl bir narbəy deyirlərmiş. Yəni, narbəy, nar rəngində olan bir qəribə bir
terminlər ortaya çıxır və o terminlərin araşdırılması lazımdır. Biz Övliya Çələbi gəlib eşməyicində xurma südü içmişdi. Biz o xurma südünü o vaxt bərpa elədik 18-ci ildə, amma bu kitaba salmadıq. Ermənilər deyəcəklər xurma Ərəbistandan gəlir, süd də gəlir, biz onlar kimi eləyə bilmərik. Bunu bizim xörəkdir. Amma 13-cü əsrdə sonradan işlədik və axtarışdaydıq. 13-cü əsr Azərbaycan dilində yazılmış Dastan Əhməd Haramidə Şeir-i Xurma adı çəkilir. Nizami Gəncəvidə 3 dəfə adı çəkilir. Bunlar tapılandan sonra bu kitabın ardı olaraq Qərbi Azərbaycan şirniyyatları kitabına onu daxil elədik. Yəni hər bir xörəyin arxasında ciddi bir araşdırma durmalıdır və bu araşdırmalar da olmadan ortaya işinə qoymaq olmaz. Deməli, saray mətbəximizin mürəkkəb xörəklər yalnız sarayda yaranır. Mən kətçi adamam, kənddə bir ət var idi, kartof, nəyimiz var idi, qazana atıb ya bozardırdılar, ya qızardırdılar, ya sadə bir şeylər hazırlanırdı. Tozlular, paxlavanı sonradan biz bildik ki, nədir də, qatlama yeyirik biz. Yəni, daha sadə formaları. Mürəkkəb xörəklər yalnız saray mətbəxində yaranır və bunu da bizdə saray mətbəxi kitabları var. Ermənistanda niyə yoxdur saray mətbəxi? Dövlətçilik olmayıb, saray olmayıb, ona görə də mətbəx kitabları yoxdur dövrlərdə. İkinci hissə, əgər dövlətçilik varsa ordu var. Ordu mətbəxi də yazılı mətbəxdir. Yazıda var bunlar. Orduya nəsə gizdiriblər həmişə. Pay ayırıblar əskərə. Nə yizdir, necə pişiriblər. Hərəkətdə olan orduya, duran orduya müxtəlif qaydalarla bayram günləri. Bu da yazılı mənbələrdə var. Üçüncü mətbəximizin hissəsi satış mətbəxidir. Karvansaralarda, dükanlarda, dükanlarda satılan mətbəxi də atadan oğulda ötürürdülər, amma xəlvətcə hərdən birdən yazırlar, yazılı var. Araşdırmışıq bunları da və dördüncü mətbəx hissəsi mənəvi mətbəxdir. Bu, başqa xalqlarda kilsə mətbəxidir, filan başqa mətbəxlərdə, amma bizdə sufi mətbəxidir, İslam təsirli mətbəxidir. Qədim, deməli, ateşpərəstlikdən gələn elementlərlə qalan və mətbəxin sakrallığı işləməlidir, düşüncədən gəlir. Bu xörəklərin hər birinin bir mənası var. Paxlavanın da, şəkərburanın da, filanın da sakral dünyada yeri və təsiri var. Məsələn, o təsirə görə paxlava, şəkərbura satıla bilməz. Çünki bu birbaşa qadınlıqla bağlıdır, namus anlayışı ilə bağlıdır. Və bu məsələlərin hamısı çox geniş araşdırılmalıdır və bundan ötəri bir elmi mərkəz yaranmalıdır. Mətbəxin birinci hissəsi, yaxşı mənada desək, rəiyyət mətbəxidir, ev mətbəxidir. Və bunların birləşməsindən Azərbaycan mətbəxi. Bu 5 elementi bir yerdə gətirmədən hansısa xörəyin kiməsə məxsusluğunu demək biraz elmdən kənar olacaq. Əlbəttə ki, lingvistika da bunun içindədir, tarix də bunun içindədir, digər məsələlər də bunun içərisindədir. Mən burada indi bir balaca kitabdan digər müəllifimiz də danışacaq. İrəvan xanlığı bölgə mətbəxi kitabı 2020-ci ildə Tiyas Presa, mən bir də təşəkkür edirəm Ülkər xanım. Elə tərcümədə də, çapda da, hər yerdə çox diqqətlə hər şeyi araşdırır və təkcə pulunu alıb kitabı çap eləmək əvəzinə səhərdən axşama kimi başını ağrıdır və özünə əziyyət verir və amma ortaya doğrudan da gözəl bir, nəfis bir kitab qoyur. Mən kitab Azərbaycan Respublikası Prezidentinin 2011-ci ildə Ameliyadakı çıxışından danışdı Zahid müəllim və orada bəzi ifadələr işlətmişdi. Bizim milli mətbəximiz yenə də ermənilər tərəfindən uğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışırlar. Halbuki milli yeməklərimizin adları Azərbaycan sözləridir, arxasında Zahid müəllim bəhət dedi. Və bu bizim üçün artıq proqram çıxışı idi. Biz 10-cu ildən başlayaraq 2010-cu ildə Cənab Prezident Ermənistan bizim dədə-baba torpağımıza deyəndən sonra başladıq. Xanədan restoranında bölmə yaradıldı, ayrıca İrəvan xanlığı bayrağından, filanından, yeməklərindən ortaya qoyuldu. Arxasınca orada İrəvan mətbəxi günləri başladıq keçirtməyə. Novruz bayramlarında İrəvan xanlığı bölgəsini, mətbəxini ayrıca çıxardırdıq Cənab Prezident keçəndə o biri rayonlarımızın içində. Çünki o demişdi ki, mən bütün Azərbaycanlıların prezidentiyəm və İrəvanın bizim olduğunu göz qabağında qoyurduq müxtəlif məqsədlərlə və bu tədqiqatlar 2015-ci ildən sonra gücləndi və daha da üstünə getdik. Kitabda 413 xörək bərpa olundu. 74 səhifədə milli mətbəxə aid olan tədqiqatlar verilibdir. Məsələn, bayaq bizim ağsaqqalımız Həsən müəllim bu üzüm fənək dolmasına toxundu. Bu kitabda da vermişik. Orada Dvitskinin
19-cu əsrdə yazıları var. 40-a yaxın üzüm növünün, 40 üzüm növünün daha doğrusu adlarını verib, heç birinin adı erməni dilində deyil. Digər bitkilərin də adlarını verib, hamısı türk dilindən izah olunur və bu da sübutlardan biridir. Deməli, kitabın müəlliflərini Divan müəllim qeyd elədi, mən onu deməyəcəm. Kitaba ön sözü nəşrin elmi redaktoru, AMEA-nın Arxeologiya Tarix İnstitutunun direktoru Professor Maysə Rəhimova, Rəy Tarix Elmləri üzrə fəlsəfə doktoru, Arxeologiya Etnografik İnstitutunun aparıcı elmçisi Tahir Şahbazov verir. Kitab çapa Azərbaycan Milli Kulinariya Assosiasiyasının Elmi Şurası tərəfindən məsləhət görür. Ekspertlər hesab edirlər ki, bu kitab Azərbaycan milli mətbəxinin ermənilər tərəfindən özünküləşdirilməsinə, mətbəx və mətbəx tarixinin mənimsənilməsinə qarşı güclü təbliğat vasitəsi kimi, əsaslı mənbə və təbliğat silahı kimi istifadə edilə bilər. Giriş sözünü filologiya üzrə fəlsəfə doktoru, layihə rəhbəri Güvami Rəhəmli yazır. 2021-ci ildə biz bu kitabı 4 başqa kitabla bir yerdə deməli, Alfred Nobel adına Alfred Nobel mükafat ev muzeyinin içərisinə yerləşdirə bildik. Oraya gedənlər artıq bunu orada görə bilərlər. İçərisində o cümlədən bizim son 25 ilin ən yaxşı kulinariya kitabı olan Azərbaycan mətbəxində dolmalar 381 nüsxə kitabımız da, Ukrayna dilində olan digər kulinariya kitabımız və bir də Azərbaycan kulinariyası ingilis dilində yerləşdirilibdir. Bu mətbəx abidələrinin bərpasına, öz qanun sahiblərinə qaytarılmasına xidmət edir. Bayaq dedim, Ermənistanda gedən bu işlərə də bu cavab verir. Mən burada kitabın tərcüməçisi ingilis dilində Bəylər müəllimə təşəkkür edirəm. Amma bir hadisəni danışmalıyım, vaxtınızı alsam da. Mənim çox yaxın və əziz bir dostum var. O, Rəşid müəllim. Burada oturubdur və o dedi ki, bizim bir muzeyimiz var idi, kulinariya muzeyimiz. Oranı da görmək istəyirəm, kitabxananı da gəldi. Yanımıza bizə digər kulinariya olimpiyadalarında filanda da işlərdə də maliyyə dəstəyi göstərirdi. Gəldi, bu kitabı gördü, Azərbaycanca kitab dünyada birinci olub. Ben bunun İngilizcəsi, Rusçası var mı? Dedim, yox. Dedi, bunu mən eləyəcəm. Ama vaxtı bir təklif də var idi ki, bunu xarici şirkətlərdən biri öz üzərinə götürdü. Rəşid müəllim bir qəribə söz işlətdi. Biz ölmüşük ki, xaricilər bizim İrəvan mətbəxi kitabını çap eləsin, tərcümə eləsin. Və 4 il bunun üzərində təşkil işlədi, tərcüməsini filan çox böyük miqdarda xərclər dilə gətiriləsi deyil və bütün xərcini də Rəşid müəllim çəkdi. Mən hamınızın qarşısında bu gənc Azərbaycanlıya və onun qəlbinə, ürəyinə dediyi sözə alqışlayıram, təşəkkür edirəm. İkinci bir şey də deyəcəm ki, Rəşid müəllim o biri kitabımıza da dəstək vermişdi. Qərb Azərbaycanın 2000-ci illəri. İndi biz 3-cü kitabı hazırlayırıq. 19-cu əsr İrəvan mətbəxi. Amma bu kitabın rus dilini də artıq Rəşid müəllim tərcümə elətdirib və TİAS-da yəqin ki, bu aylarda onun da çapını görəcəyik və mən çox ürəkdən təşəkkür edirəm ki, bilmirəm valla necə demək olar, ifadə eləmək olar.